Salam uşaqlar, necəsiniz? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Bugün funksiya və qrafiklər mövzusunun ikinci bölməsinin testlərinə baxacağıq sizinlə birlikdə. Bölməmiz isə adlanır y bərabər x kvadrat, x üstü n funksiyaları, kvadratik funksiya, onların qrafikləri və qrafiklərinin çevrilmələri. Gəlin, birinci sualdan suallarımıza başlayaq, testlərimizi həll edək. Birinci sual. Sualda bizə y mənfi 3 bərabər 10 verilib. Bu nə deməkdir uşaqlar? Bu o deməkdir ki, verilmiş funksiyada x gördüyümüz yerlərə mənfi 3 yazıb, qiyməti 10-a bərabər etməliyik. Gəlin yazaq. X-in yerinə mənfi 3 yazıram. A vurulsun mənfi 3-ün kvadratı. Çıx B vurulsun mənfi 3. Üstə gəl 7 bərabər 10. Mənfi 3-ün kvadratı müsbət 9A. Burada mənfilərimiz toqquşur, olur müsbət 3B. 10-dan 7 çıxırıq, qalır 3. Hər tərəfi 3-ə bölsək, 3A üstə gəl B bərabər 1 alarıq. Burada da qeyd edirəm, hər tərəfi 3-ə böldük. 3A plus B-ni 1 aldıq. Bizdən də 3A plus B cəmini soruşurdu. Cavabı tapdıq. 1, C variantı. Burada da C variantını qeyd edirəm. Keçək ikinci sualımıza. İkinci sualda funksiyalardan hansı kvadratik funksiyadır deyə soruşur. Kvadratik funksiya biz bilirik ki, ax kvadrat üstə gəl bx üstə gəl c şəklində olmalıdır uşaqlar. Deməli, məxrəcdə x olanlar adətən tərs funksiyaya uyğun olurlar. Bizim həmin bu düsturumuza uyğun olan hissə isə A bəndindədir. A bəndini biz burada uşaqlar parçalaya da bilərik. Parçalanmasını da göstərirəm sizə. 8x kvadratını 4-ə bölürsünüz. 2x kvadrat, 4-də 5x, üstə gəl 4-də 3. Baxın, burada A 2, B 4-də 5, C-miz isə 4-də 3-dür. B-miz mənfi 4-də 5-dir uşaqlar. Deməli, funksiya kvadratik funksiyadır. İkinci sualda cavab oldu A bəndi. Keçək növbəti suala. Üçüncü sualda nə deyir? Funksiyasının qrafiki üzərində absisi ordinatına bərabər olan bizdən nöqtəni istəyir uşaqlar. Üçüncü sual. Absisi ordinatına bərabər, yəni x-i y-nə bərabər istəyir. Gəlin biz y-in yerinə x yazıb bu tənliyi həll edək. Deməli, y-in yerinə yazıram x bərabər x kvadrat, çıxılsın 5x, üstə gəl 9. X-i göndərsək sağ tərəfə, x kvadrat, çıxaq 6x, üstə gəl 9, bərabər 0 alarıq. Bu isə müxtəsər vurma düsturunun açılışıdır, yəni x minus 3-ün kvadratıdır. Əgər ədədin kvadratı 0-dırsa, deməli ilə özü də 0-dır. Mənfi 3-ü sağ tərəfə keçirsək, x-i 3 alarıq. Biz isə x-in y-ə bərabər olduğunu demişdik. Deməli, həm x-imiz, həm də y-imiz 3-ə bərabərdir. 3 və 3. Deməli, cavab olur D bəndi. Burada da işarələyək. Bir dəqiqə. Aha, D bəndi. Gəlin, indi davam edək uşaqlar. Bircə dəqiqə proqramda nəsə səhvlik olur. Aha, düzəldi. Biraz yaxınlaşdırmaq istəyirəm. Siz də rahat daha görəsiniz. Keçək digər suala. Dördüncü suala baxaq uşaqlar. Dördüncü sualda isə bizə deyir ki, absisi ordinatının əksi olan nöqtəni göstərin. Absis x, ordinat isə y-dir. Əksi dedikdə x bərabər mənfi y yazıb həll etmək lazımdır uşaqlar. Gəlin, x-in yerinə mənfi y yazaq və yaxud istəsəniz y-in yerinə mənfi x də yazıb həll edə bilərsiniz. Gəlin, y-in yerinə mənfi x yazaq. Mənlə gəlir ki, bu yol daha rahat olacaq. Mənfi x bərabər x kvadrat, çıx 9x, üstə gəl 16. Mənfi x-i sağ tərəfə keçirsək, x kvadrat çıxaq 8x, müsbət 16 bərabər 0 alarıq. Müxtəsər vurma düsturuna görə yığsaq, x minus 4-ün kvadrat bərabər 0 olduğunu görərik. Yenə deyirəm, kvadratı 0-dırsa özü də 0-a bərabərdir, x-imiz isə 4-dür. Deməli, biz x və y-in bir-birlərinin əksi olduğunu demişdik sualın əvvəlində. Deməli, x 4-dürsə, y də onun əksi mənfi 4 olmalıdır. Yəni, x-imiz 4, y-imiz isə mənfi 4 olur. C bəndi. Burada da işarələyək və keçək növbəti 5-ci sualımıza. Aha, 5-ci sualımızın şərtində M2 mənfi 5 nöqtəsi deyir ki, funksiyasının qrafiki üzərindədir. Parabolanın təpə nöqtəsinin koordinatlarını tapın. Uşaqlar, əvvəlcə onu deyim ki,
Bu tipli suallarda mütləq x və y-in yerinə öz qiymətlərini yazmaq lazımdır. Deməli, 5-ci sualda m 2 -5 deyir. Birinci gələn x-in, ikinci gələn y-in koordinatıdır. Deməli, y-in yerinə yazıram -5 bərabər. X-in yerinə artıq 2 yazıram uşaqlar. 2-nin kvadratı 4, çıxılsın 2b, çıxılsın 5. Burada -5 bərabər. 4-dən 5 çıxıram, -1, -2b qalır. -1-i keçirsək bu biri tərəfə, sol tərəfə, -4 bərabər -2b. B bərabər 4-ü 2-yə bölürük 2. Deməli, b-miz 2-dir. Qayıdıram yenidən misala. Y bərabər x kvadrat. Y bərabər x kvadrat çıxılsın. Artıq bx yox, uşaqlar, 2x yazıram. B-nin yerinə 2 yazıram, çıxılsın 5. Və məndən parabolanın təpə nöqtəsinin koordinatlarını istəyir. Parabolanın təpə nöqtəsi m və n-lə işarə olunur. M-in düsturu -b bölü 2a. N-in düsturu isə 4ac çıxılsın b kvadrat bölək 4a-dır. Uşaqlar, bu düsturları yaxşı əzbərləyin, sizə çox lazım olacaq. Gəlin, m-in düsturunda qiymətlərimizi yerinə yazaq. Deməli, mənfi. Uşaqlar, gəlin görək burada bizim a-mız, b-miz, c-miz nədir? Bu ifadədə verilmiş funksiyada a x kvadratının əmsalıdır. Heç nə yazılmadığına görə 1-dir. b x-in əmsalıdır, yəni -2-dir. C isə -5-dir. İndi qiymətləri artıq yerinə yaza bilərik. Deməli, bizim b-miz özü -2-dir. 2a. 2 vurulsun a-nın qiyməti, yəni 1. Uşaqlar, 2-lər ixtisar gedir. Cavab olur müsbət 1. Mənfilər özünüzdə gördünüz ki, artıq burada toqquşur gedir. 4 vurulsun a-nın qiymətini yazıram. 1. C-nin qiyməti -5. Çıxılsın b kvadrat, yəni -2-nin kvadratı. Məxrəcdə isə 4 vurulsun a, yəni 1. Deməli, məxrəcimiz oldu 4. Sürətimiz oldu -20 çıxılsın 4, yəni -24 edir. Məxrəc də 4. Bərabərdir. Buradan yazıram uşaqlar cavabını. Yerim çatmadığına görə -6. Deməli, m-imiz 1, n-imiz isə -6-dır. Cavab 1, -6. Hansı variantdadır baxaq. 1 və -6 A bəndindədir. 5-ci sualda cavab olur A. Keçirik növbəti suala. Uşaqlar, 6-cı sualda, deməli, həmin bu sualın oxşarı sualdır, eynisidir. X gördüyünüz yerə 2, Y gördüyünüz yerə 5 yazıb, verilmiş tənliyi həll edirsiniz. Daha sonra isə parabolanın təpə nöqtəsinin koordinatlarını, yəni M, N-i tapırsınız. Keçək görək 7-ci sualda nə deyir? 7-ci sualda bizə deyir, Y bərabər x kvadrat üstəgəl bx üstəgəl c. Funksiyasının qrafiki absis oxunun -1, 0 nöqtəsində kəsir. Uşaqlar, deməli, x gördüyümüz yerə -1, y gördüyümüz yerə 0 yazmalıyıq. Gəlin yazaq, 0 bərabər -1-in kvadratı üstəgəl b vurulsun -1 üstəgəl c. Gəlin sadələşdirək. 0 bərabər -1-in kvadratı oldu müsbət 1, çıxılsın b üstəgəl c. Buradan isə c çıxılsın b bərabərdir. Müsbət 1-i sağ tərəfə keçirdirik, olur -1. Belə bir ifadə aldıq. Gəlin digər koordinata baxaq. Digər koordinatımızda isə c nöqtəsi 0, -4 nöqtəsində kəsir. Yəni x gördüyümüz yerə 0, y gördüyümüz yerə -4 yazmalıyıq. -4 bərabər həmin birinci verilmiş funksiyamızdır uşaqlar. 0-ın kvadratı üstəgəl b vurulsun 0 üstəgəl c. Yəni sıfırlar burada uşaqlar gedir. C bərabər -4 qalır. Birinci tənliyimizdə, baxın bu tənlikdə, gəlin C-nin yerinə -4 yazaq. -4 çıx B bərabər -1-ə. -B bərabərdir. Bu tərəfə -4-ü keçirsək müsbət 4 olur. Müsbət 3 edir. B-nin mənfisini də veririk sağ tərəfə. Olur B-miz -3. Deməli, C-ni tapdıq, B-ni tapdıq. Bizdən də B-ni istəyirdi. 7-ci sualda B-miz oldu -3, yəni D variantı. Gəlin onu da işarələyək. Keçək. 8-ci sual eynisidir. Baxaq 9-cu sualımıza. 9-cu sualın şərtini oxuyuram. Y bərabər x kubu çıxılsın 1 funksiyasının qrafikinə hansı nöqtə aid deyil? Uşaqlar, artıq burada variantları yerinə qoymaq lazımdır. Məsələn, gəlin
9-cu sualda A bəndindəki variantları yerinə yazaq. Deməli, nöqtələrimiz 1, 2-dir. X-in yerinə 1 yazdıqda uşaqlar, əgər biz Y-in cavabını 2 tapsaq, deməli, bu doğru cavabdır. Ancaq tapmasaq, deməli, yanlışdır. Nöqtə bu koordinata aid deyil. Gəlin yazaq, Y-in yerinə 2 yazıram, 2 bərabər. X kubunun yerinə 1 yazıram, 1-in kubu çıxılsın 1. Funksiyanın özündə yazdım. Deməli, 2 bərabər 1 çıxılsın 1, yəni 0 alıram. Bu isə uşaqlar ümumiyyətlə mümkün deyil. Yəni 2 sıfıra bərabər olmaz. Bu nöqtə həmin x kubu çıx bir funksiyasına aid deyil. Ancaq mən bərabərliyin sağ və sol tərəfini eyni almış olsaydım, yəni 2 bərabər 2 şəklində almış olsaydım, deyəcəkdim ki, bu nöqtə həmin funksiyaya aiddir. Ancaq hal-hazırda belə bir bərabərliyi almadığıma görə, 2 bərabər 0 aldığıma görə bu nöqtə həmin funksiyaya aid deyil. Bizdən də aid olmayan variant istəyirdi. Cavab olur A bəndi. Gəlin davam eləyək növbəti sualla. 10-cu sual eynisidir. 11-ci suala baxaq. 11-ci sualda bizə deyir, B parametrinin hansı qiymətində funksiyasının qrafikinin təpə nöqtəsinin absisi 1-ə bərabər olar. Uşaqlar, əvvəlcə onu deyim ki, funksiyanın təpə nöqtəsinin koordinatları M və N ilə işarə olunur. M bizdə X-i, N isə Y-i göstərir. Yəni, təpə nöqtəsinin absisi dedikdə sizdən M-i soruşur. M-in isə düsturu mənfi B bölünsün 2A idi. Gəlin qiymətləri yerinə yazaq. Funksiyanı buraya yazıram. Y bərabər mənfi X kvadrat üstə gəl BX üstə gəl 4. Bircə dəqiqə BX. Gəlin uşaqlar, burada işarələmə aparaq görək bizim ABC-miz nədir? Deməli, AX kvadratının qarşısıdır, yəni mənfi 1-dir. B-nin yerinə bizdə yenə də B durur. C-miz isə 4-dür. M-in düsturunda artıq yerinə qoyuram. Mənfi B 2 vurulsun. A-nın yerinə yazıram. Mənfi 1. Uşaqlar, özləri deyir ki, təpə nöqtəsinin absisi 1-ə bərabərdir. Yəni, bərabərdir 1 yazıram. Uşaqlar, burada mənfilərimiz toqquşur, artıq müsbət eləyir. Çarpaz vursaq, B bərabər 2 olduğunu alarıq. Bizdən də B-nin qiymətini soruşurdu. Cavabımız olur B variantı. 12-ci sualda da yenə təpə nöqtəsinin absisini deyir. Təpə nöqtəsinin absisi də M idi. M-in düsturunun yerinə yazıb həll edirsiniz. Çox sadə sualdır. Gəlin, davam eləyək növbəti sualla. Baxaq 13-cü sualımıza. 13. Uşaqlar, bizdən funksiyasının qrafikini əsasən münasibətlərdən hansı doğru deyildir? Deməli, kvadratik funksiyada əgər parabolanın qolları yuxarıya doğrudursa, bu zaman bizim A-mız, necə A oldu? Bizim A-mız 0-dan böyük olmalıdır. A böyükdür 0-dan. Deməli, B variantı doğrudur. Daha sonra uşaqlar, əgər parabola Y oxunu yuxarı hissədə kəsirsə, baxın görürsünüz, bizim parabolamız burada yuxarı hissədə kəsirdir. Deməli, buradan bu qaralarımızı silək. Yuxarı hissədə kəsirsə əgər Y oxunu, deməli, bizim S-miz də 0-dan böyük olmalıdır. S-miz 0-dan böyük, Y variantı da deməli doğrudur. Daha sonra, əgər parabola Y oxunu kəsdikdən sonra dərhal yuxarıya doğru qalxırsa, deməli bizim B-miz də 0-dan böyükdür. Yəni, C variantı da doğrudur. Uşaqlar, A bəndinə baxın. A bəndində belə bir şey yazıb. C bölünsün A kiçikdir 0-dan. Biz indicə danışdıq ki, A müsbət ədəddir. C müsbət ədəddir. Müsbəti müsbətə böldükdə uşaqlar 0-dan kiçik ola bilməz. Bu gərək müsbət olsun. A bəndi yanlışdır. Bizdən də yanlış istədiyinə görə cavab olur 13-dən A. 14-cü sualda yenə bu qaydadadır. Parabolanın qolları, baxın elə 14 haqqında da gəlin danışaq. Parabolanın qolları yuxarı olduğuna görə A 0-dan böyükdür. Y oxunu yuxarı hissədə, baxın bu qırmızı nöqtədə kəsdiyinə görə C-miz 0-dan böyükdür. Və parabola, burada uşaqlar, Y oxunu kəsdikdən sonra siz görürsünüzmü, sola doğru parabola üzü aşağıya doğru enibdir. Baxın bir dəqiqə, burada çəkib göstərirəm. Görürsünüz, kəsdikdən sonra üzü aşağıya doğru gəlirsə parabola, baxın burada üzü aşağıya doğru getdiyini biz görürük. Deməli, burada B-miz 0-dan kiçikdir. Gəlin variantlara baxaq. C variantında B-nin 0-dan kiçik olduğunu deyir, doğrudur.
B variantı A-nın sıfırdan böyük olduğunu deyir. Bu da doğrudur. A bəndində C sıfırdan böyük. Bu da doğrudur. D variantına baxaq uşaqlar. C bölünsün A-nın sıfırdan kiçik verir. Eyni 13-cü sualdakı qaydadır. Müsbəti müsbətə böldükdə sıfırdan kiçik olmaz. Təbii ki, böyük olmalı idi. Ona görə də deməli 14-cü sualda da cavabımız olur D bəndi. Davam edirik. Keçirik 15-ci suala. Baxaq görək 15-də nə deyir? Aha, bu şəkildə. Deməli, 15-ci sualda bizə parabolanın qrafikini verib və bizdən isə onun düsturunu yazmağımızı istəyir. Uşaqlar, ilk diqqətimi o çəkir ki, parabolanın qolları yuxarıya doğrudur. Parabolanın əgər qolları yuxarıya doğru verilibdirsə, deməli onun A-sı sıfırdan böyük olmalıdır. Yəni, funksiyanın qarşısında mənfi işarəsi olmamalıdır. Bircə dəqiqə. Aha, funksiyanın qarşısında mənfi işarə olmamalıdır. Yəni, A bəndi yanlışdır, C bəndi yanlışdır. İki variantımız artıq yanlışdır, onlara baxmamıza dəyməz. İndi isə keçirik X oxunun kəsildiyi nöqtələrə. Gəlin X oxunun kəsildiyi nöqtələrə baxaq. X oxunu müsbət 2 nöqtəsində kəsib, uşaqlar. Deməli, biz mötərizənin içində yazmalıyıq X minus 2. Parabolanın təpə nöqtələrindən biridir. Y oxu ilə isə kəsişmə nöqtəsi, kəsişmə deməyək, daha doğrusu parabolanın eyni ordinat oxu ilə birləşdiyi nöqtəsi mənfi 3-dür. Bu hissəni bu şəkildə yazaq. Qarşısındakı A-nın nə olduğunu bilmirik. Sadəcə biz nəyi bilirik uşaqlar? Y oxunu kəsdiyi nöqtə bizim C nöqtəmizdir. Parabola Y oxunu mənfi 1 nöqtəsində kəsib. Yəni bizim C-miz mənfi 1 olmalıdır. Uşaqlar, gəlin buranı açaq. Deməli, müxtəsər açıram və hər dəfə açdıqca A-ya vururam. X kvadrat, A-ya vururam, AX kvadrat. Hasilinin 2 qatı 4x-dir, A-ya vururam 4AX. Üstə gəl. İkincinin kvadratı, yəni 2-nin kvadratı 4-dür, A-ya vururam 4A, çıxaq 3. Uşaqlar, sərbəst hədd, burada yanında x olmayan hədd 4A çıxaq 3-dür. Biz isə demişdik ki, sərbəst hədd mənfi 1 olmalıdır. 4A çıxaq 3-ü mənfi 1-ə bərabər edirəm. 4A bərabərdir. Mənfi 3 sağa keçib müsbət 3 olur uşaqlar. Bura isə eləyir 2. A bərabər 2-də 1. Deməli, A-mız 2-də 1-dir. Yəni, bizim funksiyamız 2-də 1 ilə başlayacaq. D variantında gördüyünüz kimi, yəni Y bərabər 2-də 1, X çıxılsın 2-nin kvadratı, çıxaq 3. Cavab olur D variantı. Keçirik 16-cı suala. Deməli, funksiyası üçün deyir f0 1-ə bərabərdir. Bu nə deməkdir uşaqlar? X gördüyünüz yerə 0 yazıb 1-ə bərabər etməlisiniz. Gəlin yazaq. Deməli, 16-cı sualda. Uşaqlar, burada fx bərabər yazıblar. Mən artıq y bərabər yazıram. Ax kvadrat, üstə gəl bx, üstə gəl c. Deməli, y-in yerinə yazıram 1 bərabər. X gördüyüm yerlərə 0 yazıram. 0, üstə gəl 0, üstə gəl c. Deməli, C 1-ə bərabər olmalıdır. Artıq birinci tənliyi həll etdik. Keçirəm buradakı ikinci tənliyimizə. F1 bərabər 0. Yəni, X gördüyüm yerlərə 1 yazıb, ifadəni 0-a bərabər etməliyəm. Baxın, bu tənlikdə, bu funksiyada Y-in yerinə birinci yazıram 0 bərabər. X-lərin yerinə isə 1 yazıram. A, üstə gəl B, üstə gəl. Uşaqlar, artıq C yazmıram. C-nin öz qiymətini yazıram. Müsbət 1. Deməli, A plus B bərabərdir. Müsbət 1-i keçirdirəm digər tərəfə, mənfi 1-ə. Bu, burada yaddaşımızda qalsın. Keçək digərini yazaq. Keçirəm, baxın buna. F mənfi 1 bərabər 3-ə. Yəni, Y-in yerinə 3 yazıram. Baxın, birinci tənliyimiz də burada. Və x gördüyüm yerlərə mənfi 1 yazıram. Uşaqlar, burada ax kvadrat olan hissədə x-in yerinə mənfi 1 yazdıqda olur. Yenə də ilə müsbət 1, a-ya vurulur müsbət a. Çıxılsın, x-in yerinə burada mənfi 1 yazdıqda b-ni mənfi 1-ə vururuq, mənfi b. Üstə gəl c yazmıram, c-nin qiyməti müsbət 1-i yazıram. Buradan isə a çıx b bərabər, müsbət 1 digər tərəfə keçir, 3-dən çıxılır və 2 qalır. Baxın, bu kvadratın içinə aldığım ifadələri, tənlikləri a üstə gəl b bərabər mənfi 1 və a çıxaq b bərabər 2. Bunları sistem tənlik kimi həll edək. B-lərimiz 1-i müsbət 1-i mənfi gedir. Tərəf-tərəfə toplasaq 2a. Mənfi 1 və 2-ni toplasaq müsbət 1. A-mız olur 2-də 1. Yəni 0,5. Daha sonra bizdən aparaq yerinə qoyaq, B-nin qiymətini tapaq, digər ifadəni də tapaq. Deməli, B bərabərdir, uşaqlar, A-dan çıxmalıyıq 2-ni, yəni 0,5
çıxılsın 2. B-miz bərabərdir. Mənfi 1,5. Mənfini daha qəşəng yazaq. Deməli, uşaqlar, qiymətləri tapdıq. B-miz mənfi 1,5. A-mız 0,5. Bizdən belə bir ifadə soruşur. Birinci ifadəni buranı silirəm. Bura artıq bizə lazım deyil. Bizdən belə bir ifadə soruşur. A kvadrat üstəgəl B kvadrat üstəgəl C kvadrat. Gəlin qiymətləri yerinə yazaq. A kvadrat. A-mız 0,5, kvadratı 0,25. B-miz isə uşaqlar 1,5-dir. Kvadratı edir 2,25. Aha, bu hara getdi? Bir dəqiqə. Səhifəmiz itdi. Aha, səhifəmizi tapdım. Davam edək. Deməli, bu hissəni pozuram. Biraz aşağıdan yazacağım bunun qiymətini uşaqlar. Buranı da pozaq. C-miz 1-dir. Deməli, A kvadratı 0,5, kvadratı edir 0,25. B-miz 1,5, kvadratı 2,25. C-miz isə 1 tapmışdıq. 1-in kvadratı 1. Gəlin toplayaq. Burada yenə də kvadrat yazdım. 2,25 və 0,25-i toplasam 2,50. Bir də gəlsək yenə 3,50. Yəni 3,5 olar. Biraz daha səliqəli yazaq. Deməli, bərabər 3,5. Baxaq görə 3,5 varmı? Bəli, var. 3,5 D variantındadır. Davam edirik 17-ci sualına. Bu sual biraz həlli uzun sual idi. Biraz diqqət tələb edir. Əslində isə indiyənə qədər yazdıqlarımızın oxşar idi. Sadəcə x-in, y-in qiymətlərini yerinə qoyub hesablama aparmaq lazımdır. Biraz səbirli olsanız çətin sual deyil. Yəni ötəsindən gələrsiniz. Keçək 17-ci suala. 17-ci sualda funksiyasının qiymətlər çoxluğunu soruşur bizdən. Uşaqlar, burada 2 yol deyəcəm sizə 17-də. Birinci yol, bu mənim ən sevdiyim yoldur, onu da deyim sizə. Kiçik n-in düsturu. Yəni, qiymətlər çoxluğunda mən həmişə adətən bundan istifadə edirəm. 4ac çıxaq b kvadrat böl 4a. Bizim nifrət düsturumuz. Hər yerdə lazım olan, uşaqların isə heç vaxt yadında saxlamadığı düstur. Gəlin yazaq. Deməli, uşaqlar, burada a-mız 1-dir. 4 vurulsun 1. C-miz isə artıq bayaqdan dərsə qulaq asırsınızsa, yəqin ki, yadınızda qalmış olar. C sərbəst həddir, yəni 19-dur. Çıxılsın b kvadratı isə x-in əmsalıdır, yəni 2-nin kvadratından söhbət gedir. 4 vurulsun a-mız x kvadratının əmsalı 1-dir. Deməli, məxrəcimiz 4. 4-ü 19-a vururam. 76 çıxılsın 2-nin kvadratı 4. 76-dan 4 çıxdıqda qalır 72. 4-ə bölürük 18. Cavabımız 18 müsbət sonsuzluq olacaq. İstəyirəm ikinci həll üsulunu da deyim. Daha sonra digər suala keçək. İkinci üsul nədir uşaqlar? Bu daha qısadır, daha optimal üsuldur. Deməli, mən burada verilmiş ifadəni tam kvadrata ayırıram. Yəni necə? X kvadrat üstəgəl 2x üstəgəl 19-u uşaqlar parçalayıram. 1 üstəgəl 18 yazıram. Yəni 1-in üstünə 18 gəlsək, yenə də həmin 19 verər. Və uşaqlar, bu gördüyünüz hissəni müxtəsər vurma düsturuymuş kimi bağlayıram. X plus 1-in kvadratı şəklində üstəgəl 18. Baxın, həmin 18-i yenə də aldıq. Deməli, 17-ci sualda həminki 18-ə yenə də gəldik uşaqlar. Cavabımız olur. Bircə dəqiqə biz neçənci sualı yazırıq? 17-ci sualda, bəli. Qiymətlər çoxluğunu yazırıq. Deməli, olur C variantı 18 müsbət sonsuzluq. Və burada uşaqlar qiymətlər çoxluğunda həmişə n-i alır kimi götürəcəksiniz. Yəni, cavab olur C bəndi. Davam edək 19-la. Deməli, görək 19-cu sualda nə deyir? Bizə funksiyanı verir. Funksiyasının qrafiki absis oxunu deyir 2 müxtəlif nöqtədə kəsir. Bunun haqqında biraz danışaq uşaqlar. Əgər funksiya absis oxunu 2 müxtəlif nöqtədə kəsirsə, deməli onun diskriminantı bircə dəqiqə 2 müxtəlif nöqtədə kəsdikdə 0-dan böyük olmalıdır. Əgər kəsmirsə 0-dan kiçik, bir nöqtədə yeganə nöqtədə kəsir deyirsə 0-a bərabər olmalıdır. Gəlin funksiyanı yazaq. Y bərabər A-sı yoxdur. Y bərabər x kvadrat üstəgəl ax üstəgəl 36. Diskriminantın düsturunu yazıram uşaqlar. B kvadrat çıxaq 4ac böyük olmalıdır 0-dan. Qiymətləri yerinə yazsaq, uşaqlar görürsünüz B-nin yerinə bizdə A durur. Yazıram A kvadrat çıxılsın 4 vurulsun. Ax kvadratının əmsalıdır burada 1-dir. Vuraq 1, vuraq C-miz isə 36 böyükdür 0-dan. Deməli A kvadrat çıxılsın.
Uşaqlar 4'ü vururam 36-ya, edir 144 böyükdür 0-dan. Yəni A-mız müsbət mənfi 12-yə bərabərdir. 144 12-nin kvadratıdır. Deməli, ədəd oxunda mənfi 12 və müsbət 12-ni qeyd edirik. Müsbət, mənfi, müsbət işarələyirik. 0-dan böyük dediyinə görə mənfi sonsuzluqdan mənfi 12-yə, 12-dən müsbət sonsuzluğa götürürük. Və cavabımız olur Y variantı. Gəlin Y variantını işarələyək. Burada da qeyd edirəm Y variantını. Qeyd edə bilmədim. Aha, cavab oldum. Y variantı. Bir dəqiqə. Deməli 19. Y variantı işarələdik. Keçək növbəti səhifəmizə. Bu səhifənin artıq hamısını bitirdik. Keçirik növbəti sual 20-ci suala. Lövhəmizi də təmizləyək. 20-ci sualda bizdən nə soruşur uşaqlar? 20-ci sualda bizə deyir ki, biraz yaxınlaşdırıram, sizin üçün də rahat olsun. A-nın hansı qiymətlərində funksiyasının qrafiki absis oxu ilə kəsişmir deyir. Absis oxu ilə kəsişmir deyirsə, uşaqlar diskriminantı 0-dan kiçik götürüb həll etmək lazımdır. Sadəcə mən elə gəlir ki, artıq bunu özünüz edə bilərsiniz. Bu da 19-cu sualla eyni qaydada davam edəcək. Sadəcə burada diskriminant kiçik 0 yazmaq lazımdır. Keçək 21-ə. Parabolasının təpə nöqtəsinin koordinatlarını soruşur bizdən. Biz danışmışdıq ki, parabolanın təpə nöqtəsinin koordinatları M və N-dən tapılır. Əvvəlcə M və N-in düsturunu yazıram. Mənfi B bölünsün 2A. Daha sonra N-in düsturunu yazıram. 4AC çıxılsın B kvadrat bölək 4A. Gəlin indi qiymətlərini yerinə yazıb həll edək. Kəsir xəttini çəkirəm. Deməli, uşaqlar, 21-ci sualda burada qeyd edirəm. A-mız mənfi 2-dir, yəni x kvadratın əmsalı. B-miz x-in əmsalıdır 8, C-miz isə mənfi 11. Deməli, gəlin yerinə yazaq. B-miz olur, düsturun mənfisi var. 2 vurulsun A-mız mənfi 2. Uşaqlar, burada mənfilər deməli toqquşur, müsbət olur. İxtisar aparsaq, cavab olur 2. Gəlin N-i tapaq. 4 vurulsun A, yəni A-mız mənfi 2-dir. C-miz mənfi 11. Mənfi 11. Çıxılsın B kvadratı, yəni 8-in kvadratı 64. Bölünsün 4A, mənfi 2. Bərabərdir. Məxrəcimiz oldu mənfi 8. Sürətdə 4, 2, 11, 8, 88 edir uşaqlar. Müsbət 88 edir. 88 çıxılsın 64. Olur 24. Mənfi 8 məxrəcdə dayanır. İxtisar gedir. Mənfi 3 qalır. Deməli, M-i 2. N-imizi isə mənfi 3 tapdıq. İlk M-in koordinatı yazılır. Daha sonra N-in koordinatı yazılır. 2 mənfi 3. Cavab olur B variantı. 22-ci sual eynisidir. 23-ə baxaq. 23 tipli əslində bayaqları baxmışdıq uşaqlar sizlə. Görək burada nə deyir? Burada da eyni qaydada ABC-nin işarələrini müəyyən edin deyir bizə. Deməli, biz danışmışdıq ki, əgər parabolanın qolları yuxarıya doğrudursa, bizim A-mız 0-dan böyük olmalıdır. A 0-dan böyük. Daha sonra Y oxunu əgər funksiya yuxarı hissədə kəsifdirsə, baxın bu nöqtədə kəsib yuxarı hissədir. Deməli, bizim C-miz 0-dan böyükdür. Həm A-mız, həm C-miz 0-dan böyükdür. B-yə baxaq. Funksiya Y oxunu kəsdikdən sonra dərhal yuxarı qalxırsa, B də 0-dan böyükdür. Baxaq görək indi hansı variant doğrudur. Artıq məncə doğru variant görünür. Y variantına baxın uşaqlar. A, C bölünsün B böyükdür 0-dan. Burada A müsbət, C müsbət, B isə yenə də müsbət ədəddir. Müsbət ədədləri bir-birinə vurub böldükdə cavab yenə də müsbət qalar, yəni 0-dan böyük olar. Bu isə doğru cavabdır. Cavab olur Y bəndi. Davam edirik. 24-cü sual eynisidir. Baxaq 25-ə. 25-ci sualda uşaqlar bu tipli sual yazmışdıq. Orada tənlik idi, bərabər idi. Burada isə bərabərsizlik şəklində veriblər. Deməli, 25-ci sualda sadəcə qiymətləri yerinə qoyub həll etməyimiz kifayətdir. İlk F1 böyükdür 8-i yazaq. Deməli, verilmiş funksiyada Y bərabər AX kvadrat üstəgəl BX üstəgəl 1. Bu funksiyada uşaqlar X gördüyüm yerlərə 1 yazıram.
X-in yerinə 1 yazdıqda A üstəgəl B üstəgəl 1 böyükdür 8 və A plus B böyükdür 8-dən 1 çıxıram 7. Sonra yazır ki F mənfi 1 böyükdür mənfi 2-dən. Gəlin, indi F mənfi 1-in qiymətini yerinə yazaq. Yəni X-in yerinə mənfi 1 yazıram. Uşaqlar, burada mənfi 1-in kvadratı müsbət 1 etdiyinə görə A mənfi 1-i B-yə vurduqda mənfi B üstəgəl 1 böyükdür mənfi 2-dən alırıq. A çıxılsın B müsbət 1-i sağ tərəfə keçirdirik, mənfi 3 alırıq. Aldığımız bu iki tənliyi gəlin alt-alta yazaq. Daha doğrusu 2 bərabərsizliyi və tərəf-tərəfə toplayaq. Tərəf-tərəfə toplasaq B-lərimiz islah gedər. 2A böyükdür 7 və mənfi 3 əslində toplamalıyıq. Mənfiyə görə çıxırıq 4. A böyükdür 2 alırıq. 4-ü 2-yə böldük uşaqlar. Deməli, A-nın 2-dən böyük olduğu variant isə olur C bəndi. Deməli, 25-ci sualda cavab C-dir. 26-cı sual eyni, birə-bir eynisidir. Sadəcə rəqəmlər fərqlidir. Özünüz baxaraq yazmağa çalışın uşaqlar. Keçək 27-yə. 27-ci sual tipində də bayaqlar bir sual işləmişdik. Qrafikə baxaraq funksiyanın düsturun özünün təyin edilməsi. Gəlin yenidən bu sualı da yazaq. Daha yaxşı yadınızda qalsın. Deməli, ilk nəyə nəzər salmışdıq? Nəzər salmışdıq ki, parabolanın qolları yuxarıyadır. Deməli, A-mız 0-dan böyükdür. Yəni, funksiyanın qarşısında mənfi işarəsi olmamalıdır. Mənfi işarəsi burada bircə dənə uşaqlar görürsünüz, Y variantında var. Artıq Y variantı yanlış variantdır. Y-ni atdıq. Davam edək. Baxıram yenidən. Uşaqlar görürsünüz, X oxunu iki fərqli nöqtədə kəsib, 1 və 3 nöqtəsində. Deməli, yazırıq belə, Y bərabər, X çıx 1, X çıx 3. Uşaqlar, əgər müsbətdə kəsibsə, mənfi yazmaq lazımdır. Mənfidə kəsirsə, müsbət yazmaq lazımdır. Həmişə əksinə götürəcəksiniz, belə yadınızda saxlayın. Y oxunu kəsdiyi nöqtə isə C nöqtəsidir. Y oxunu 2 nöqtəsində kəsib. Deməli, C-miz 2-dir. Funksiyanın qarşısında isə bizim A-mız dayanır. Gəlin, vurub açaq. Y bərabər. İlk öncə A-nı saxlayıram uşaqlar. Gəlin, X minus 1-i X minus 3-ə vuraq. Deməli, ilk öncə X-i X-ə vururam. X kvadrat çıxılsın 3X. Daha sonra 1-i vururam uşaqlar. Hərəsinə bir dəfə mənfi X və müsbət 3. Sadələşdirsək, Y bərabər A vurulsun. X kvadrat mənfi 3X və mənfi X edir. Mənfi 4X plus 3. A-nı vurub açsaq. AX kvadrat çıx 4AX üstəgəl 3A. Deməli, uşaqlar, burada mənim sərbəst həddim 3A-dır. Bayaq danışmışdıq ki, sərbəst həddimiz, yəni C-miz 2 olmalıdır. Uşaqlar, 3A-nı 2-yə bərabər götürürük və A-nın 3-də 2 olduğunu tapırıq. Deməli, bizim funksiyamız 3-də 2 ilə başlayacaqdır. Yəni, Y bərabər 3-də 2 və qalan hissəsi eynidir. A-nın yerinə 3-də 2 yazıram, qalan hissəni eyni saxlayıram. X çıx 1, X çıx 3. Birinci ifadədə A-nın yerinə, baxın burada, A-nın yerinə 3-də 2 yazdım. Bəs gəlin görək bu hansı variantdadır? 3-də 2 ilə olan variant, deməli olur D variantı. Keçid alırıq, deməli 28 oxşarıdır 29-cu suala. Qrafimizi təmizləyək. Yenə mənfi 2,5, mənfi 4 nöqtələri veribdir və parabolasının təpə nöqtəsi deyir olar. Aha, burada artıq nöqtədən keçir demir uşaqlar. Əgər bizə desək ki, nöqtəsindən keçir, onda X gördüyümüz yerə mənfi 2,5, Y gördüyümüz yerə mənfi 4 yazardıq. Ancaq bu bizə deyir ki, parabolanın təpə nöqtəsidir. Yəni, mənfi 2,5 və mənfi 4. Düzdür? Mənfi 2,5 bizdə M-i, mənfi 4 isə N-i göstərir. Deməli, biz M-in N-in düsturunda bu ifadələri, bu qiymətləri yerinə yazmalıyıq. Bəs gəlin görək düsturlarımız nə idi? Yenidən yadımıza salaq. Mənfi B bölünsün 2A. N-imiz isə 4AC çıxılsın B kvadrat bölək 4A. Əgər siz videoya məncə diqqətlə baxdınızsa, artıq 30-cu suala yaxınlaşırıq, 29-cu sualdayıq. Dəfələrlə bu düsturlardan istifadə etdik. Yəni siz diqqətlə baxsaz, artıq düsturu əzbərləməyinizə mən elə gəlir ki, ehtiyac olmaz, həm də tətbiqini öyrənmiş olarsınız. Gəlin yazaq uşaqlar. Mənfi. Deməli, funksiyaya baxıram. Bizdə B-nin yerinə, ikinci əmsalın yerinə P dayanır.
2 vurulsun a-nın yerinə isə x kvadratın əmsalı 1-dir. Bərabər m-in qiymətini mənfi 2,5 veribdilər. Deməli, bərabərliyin sağ və sol tərəfindən mənfilər ata bilərsiniz və çarpaz vursaz, yəni 2,5-i 2-yə vururuq, olur 5. P-ni 5 tapdıq. İndi isə keçid alırıq n-in düsturuna. N-in düsturunda 4 vurulsun a-nın yerinə 1, s-nin yerinə yazıram q, sonra çıxılsın b kvadratı. Uşaqlar, ikinci əmsalımızı artıq tapmışıq, yəni 5 tapmışıq. Gəlin birbaşa 25 yazaq, yəni 5-in kvadratı. 4 vurulsun 1 bərabərdir, mənfi 4 olmalıdır. Çarpaz vuraq, bu hissə eləyir 4q, çıxaq 25, bərabər 25. 4-ü mənfi 4-ə vururam, mənfi 16. Deməli, 4q bərabər, mənfi 25-ə sağ tərəfə keçirsək olar müsbət, 25-dən 16 çıxılar, qalar 9. Q-müz isə bərabərdir 4-də 9-a, yəni 2 tam 4-də 1-ə. Cavabı onluq kəsirinə yazıblar, mən də onluq kəsirinə yazacağım, 2 tam %25. Deməli, P-miz 5, Q-müz isə 2 tam %25-dir. Baxaq görək bu hansı variantdadır uşaqlar? Deməli, D variantındadır. 30-cu suala keçirəm. Baxaq görək 30-cu sualda nə deyir? Deyir ki, buranı silirəm. Y bərabər x kvadrat üstəgəl px üstəgəl 9 parabolasının təpə nöqtəsi OX oxu üzərindədir. P parametrinin hansı qiymətlərində parabolanın təpə nöqtəsinin absisi müsbət olar? Aha, yenə də parabolanın təpə nöqtəsinin absisindən, yəni m-dən danışır. Deyir, absisi müsbət olar, yəni m sıfırdan böyük olmalıdır. M-in düsturu isə mənfi b bölü 2a-dır. Yəni, mənfi b bölü 2a-nın bizdən sıfırdan böyük olmağını istəyir uşaqlar. Yazaq, mənfi b ikinci əmsaldır, yəni p-dir. 2 vurulsun, a-mız isə 1-dir. Böyükdür sıfırdan. Uşaqlar, baxın, buradakı bu mənfi işarəsini biz veririk buradakı bərabərsizliyə. Yəni, p bölünsün 2, mənfini bərabərsizliyə verdikdə isə olur, işarə əksinə dəyişir, kiçikdir sıfırdan və p-ni sıfırdan kiçik alırıq. P-miz sıfırdan kiçik bir ədəddir. Bu şərti aldıq. Şərtin məsələnin başına qaydıram uşaqlar. Parabolanın təpə nöqtəsi OX oxu üzərindədir. Biz bir neçə sual bundan öncə işləmişdik. Əgər iki müxtəlif kök varsa, diskriminant sıfırdan böyükdür. Kökü yoxdursa, diskriminant sıfırdan kiçikdir. Və OX oxu üzərindədirsə, diskriminant sıfıra bərabərdir. Gəlin, indi bu şərti ödəyək. Diskriminantın düsturunu yazıram. B kvadrat çıx 4AC bərabərdir 0 olmalıdır. Gəlin yazaq. Uşaqlar, bizdə B-nin yerinə P dayanır. P kvadrat. Çıxılsın 4 vurulsun A-nın yerinə 1. S-nin yerinə isə 9 dayanır. Bərabər 0. Deməli, P kvadrat bərabər 4 dəfə 9-umuz 36 edir. Sağ tərəfə atıram müsbət 36. Bəs hansı ədədin kvadratı 36-dır? Təbii ki, müsbət mənfi 6-nın. Şərtə qaydıram. Bizdən P-nin kiçik olduğunu demişdi. P sıfırdan kiçik olmalıdır. P-nin sıfırdan kiçik olduğu qiymət isə mənfi 6-dır. Mənfi 6 B variantındadır. 30-cu sualda cavab B variantı oldu. Deməli, uşaqlar, burada 30-cu sualda videonu dayandırıram. Ümid edirəm ki, dərs sizin də xoşunuza gəldi. Sizi çox yormaq istəmirəm. 30-dan həm də videonun daha çox, necə deyim, uzun olmağını istəmirəm. 30-dan sonraki testləri isə növbəti videoda izah edəcəm. İzləmədə qalın, dərsin davamını da izləyin və ümid edirəm ki, testləri köçürmək yox, öyrənmək məqsədi ilə izləyirsiniz. Hər birinizə xoş seyirlər arzu edirəm. Sağ olun. Növbəti videoda görüşərik.